Əsas məqsəd ora getməyimin birincisi təcrübə qazanmaqdır. İkincisi özümü sınamaqdır qlobal arenada. 3 qalib olmaq. Niyə də yox, hamı onu istəyir. Mənim çempionata qatılmaqdakı ilk səbəbim təbii ki, qalib olmaqdır. İkinci səbəbim isə yaradıcılığımı, digər gənclərin yaradıcılığını görmək, bunu sınamaqdır, onlardan ilham almaqdır. Üçüncü səbəbim isə bu mənim ilk beynəlxalq təcrübəmdir bir yarışmada ölkəni layiqincə təmsil etməkdir. Məni çempionata aparan 3 səbəb. Yeni insanlarla tanış olmaq, qlobal layihədə özümü sınamaq və hər kəsin xəyalı olan Amerikanı görmək. Mənim Amerikaya getmə səbəblərindən biri özümə verdiyim söz idi. Keçən qaliblərini görüb motivasiya olmuşdum və özümə söz vermişdim ki, o tələblərdən biri də mən olacağam. Digər səbəbim isə imtahana hazırlaşarkən Emin müəllimim mənə əgər mən getməsən gözümə görünmə sözü idi. Hansı ki, mən həm qorxutmuşdu, həm də çox böyük motivasiya vermişdi. Səbəblərim bu qədərdir. Məni Amerikaya aparan 3 səbəb: ilk öncə öz ölkəmi layiqincə təmsil etmək və qələbə uğrunda hər bir şey etmək. İkincisi, özümü beynəlxalq bir mühitdə və yarışda yoxlamaq, yeni dostluqlar qazanmaq, networking şəbəkəmi genişləndirmək və ingilis dili bacarıqlarımı sınamaqdır. Üçüncüsü də ki, mənim olduğumca böyüməyimə və yetişməyimə təsiri olan bir ölkəni görmək, hansı ki, Amerikadır və uşaqlıqdan xəyalım olan bir yerdir. O da mənim əsas səbəblərimdən biridir. Mənim Amerikaya getmək üçün ilk səbəbim təbii ki, dünya müxtəlif yerlərindən gələn insanlarla tanış olmaqdır. İkinci olaraq Kaliforniyanı görmək və yeni yerlər kəşf etmək. Üçüncü olaraq isə maraqlı vaxt keçirmək və çox yadda qalan xatirələr toplamaqdır.